Fanatizm ancaq metafizik inanclarla məhdudlaşmır. Bu elə bir mərəzdir ki, istənilən sahəni əhatə edə bilir. Bəzən insanlar elm, texnologiya, fəlsəfə və digər sahələrdən olan şəxsləri də hədsiz şişirdir, onlara ifrat rəğbət bəsləyirlər. Təbii ki, bu da öz növbəsində ifrat emosional əlaqənin sonda fanatizmlə nəticələnməsinə gətirib çıxarır. Belə şişirtmələrə məruz qalan və az qala Newtonla, Einsteinlə, Darwinlə müqayisə həddinə çatdırılan fizik, daha doğrusu ixtiraçılardan biri də Nikola Tesla'dır. Təbii ki, biz burada Tesla'nı günahlandırmaq, onu sırf insanların şişirtməsindən dolayı ucuzlaşdırmaq niyyətində deyilik. Sadəcə olaraq göstərmək istəyirik ki, ifrat fanatizm də digər ifrata varmalar kimi xoş olmayan və bəzən təhlükə ehtiva edən davranış nümunəsidir. Yaxşı, bəs necə oldu ki, Tesla bu qədər ucaldıldı, bu qədər bütləşdirildi? Gəlin əvvəlcə onun həyat və yaradıcılığına yaxından nəzər salaq. Görək bu adam həqiqətdə nəyi icad edib, nələri isə onun adına həsr etmək istəyiblər. Tesla 1856-cı ildə Avstriya imperiyasının Smilyan kəndində bir serb ailəsindən olub. Uşaqlıqdan ixtiralara meyilli olan Tesla ilk icadını da 6 yaşında olarkən etmişdi. Vizual yaddaşı çox yaxşı olan ixtiraçı bir çox şeyi hafizəsində saxlaya bilirdi. Ancaq qeyd etmək lazımdır ki, çətin uşaqlıq dövrü keçirmişdi. İxtiraçı icadlarını sata bilmək üçün 1884-cü ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edir. New-Yorka çatanda onun pul qabında cəmi 4 sent və bir neçə poeması vardı. Əlqərəz, burada o Thomas Edisonla tanış olur və onunla çalışmağa başlayır. Lakin çox keçmədən aralarında yaranan fikir ayrılıqlarına görə Tesla Edisonun yanından ayrılmalı olur. Əslində o yaxşı ixtiraçı olsa da bərbad satış qabiliyyəti vardı. Sonralar öz şirkətini qurmağa da çalışır. Lakin sərmayəçilərin onu yarı yolda qoyması ucbatından bu arzuda yarımçıq qalır və dolanışığını öz sahəsinə aid müxtəlif peşə işləri ilə həll etməyə başlayır. Təbii ki, bu dönəm onun üçün çox ağrılı keçir. 1943-cü ilin 8 yanvarında o tək qaldığı otel otağında 86 yaşında dünyasını dəyişir. İndi isə keçək Tesla'nın dahili ilə yanaşı bəzən absurda varan arzuları və bundan qaynaqlanan xətalı yanaşmalarına. Tesla iddia edirdi ki, quraşdırdığı, daha doğrusu ixtira etdiyi radio qurğu ilə Marsdakı yad planetlərlə əlaqə qurub. Hətta daha da şişirdərək Marsdan daha da uzaqlıqlarla əlaqə qurduğunu iddia etdi. Təbii ki, indi bilirik ki, Marsda həyat yoxdur. Ən azından bizim kimi şuurlu həyat forması. Biz heç də Teslanı alçatmaq, yaxud onun dəyərini və dəyərli ixtira və fikirlərini nüfuzdan salmaq istəmirik. Sadəcə olaraq məsələ burasındadır ki, fanatikləri tərəfindən ona qarşı ifrat rəğbət var və bu ifrata varan emosional əlaqə sonda absurd yanaşma və fikirlərlə nəticələnir. İlk hissənin sonu.